İnşallah xütbəyə başlamamışdan öncə elan nəzərinizə çatdırım. Allahın iznən gələn həftənin 4-cü günü, iyun 26-sı şam namazından artıq məhərrəmlik girir, məhərrəmlik daxil olur və 10 gün, 10 gecə əza məclisləri keçirəcək məsciddə hər biriniz dəvətlisiniz. Gələrsiniz, birlikdə əza məclisi keçirərik, əzadarlıq edərik. Şam namazından dərhal sonra inşallah 26 iyun şam namazından dərhal sonra məclislərimiz başlayacaq Allahın izni ilə. 10 gün. 10 gün bəli. 10 gün deyəndə imamın 3-ü 7-si də olacaq, 10 gün ardıcıldır. İnşallah cümə xütbəmiz səbr haqqında olacaq. Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsinin 153-cü ayəsində buyurur: Bismillahirrahmanirrahim. İnnallaha ma'as-sabirin. Həqiqətən Allah səbr edənlərlədir. Səbr edənlərin yanındadır. Səbrin mənaları haqqında çox danışmışıq. Mənalarından biri də budur ki, səbir başa gələn müsibət və bəlalar qarşısında müqavimət göstərmək və o həyatımızda ki, mənfi hadisələr olur, o mənfi hadisələri müsbət hala çevirmək üçün göstərilən cəhddir. Səbrin bir mənası da budur. Ağıllı bir insan özü dərk edir ki, haramdan uzaq durmaq üçün göstərilən səbir Allaha qarşı çıxıb onun əzabına səbr etməkdən asandır. Çox asandır. Bax, bu günləri biz bu dünyada bir günahla üz-üzə qaldıq. Bəzən onun qarşılığında səbr etməyə çətinlik çəkirik. Bir də var ki, Allah buyurur ki, bəndəm, o iş haramdır, eləmə. Sən gedib eləyirsən, onun bir əzabı var axı. O əzaba dözmək var, çətinlərin çətini odur. Bu günlər biz deyirik ki, günahla üz-üzə qalanda səbr etmək çətindir, yox. Bir balaca düşünsə, görər ki, bu səbir asandır. O əzaba dözmək çox çətin olacaq insan üçün. Allah çünki Quran-ı Kərimdə dəfələrlə ayələrində buyurur: Ey bəndələr, mən sizi acılıqla yoxlayacam, sınayacam, yoxsulluqla sınayacam, övlad itkisinə sınayacam, yaxınlarınızın itkisinə sınayacam, var dövlət itkisinə sınayacam, sizi imtihan edəcəm. Sonunda görün nə gözəl deyir. Kimlər bu müsibətlərə səbir göstərsə, nicat tapan şəxslər onlardır. Onlara müjdə var. Xeyir, bərəkət onlarlandır. Bəqərə surəsinin 153-cü ayəsinə baxaq. Ey iman gətirənlər, səbir və dua ilə Allahdan kömək diləyin. Çünki Allah özü səbr edənlərlədir. Allah səbr edən bəndələrinin yanındadır. Həzrəti Peyğəmbər buyurur və hədisə biraz diqqət eləyək. Deyir, səbir 3 qismdir. Birinci buyurur, müsibətdə səbir. Bəlalar qarşısında səbir. İkinci, itayətdə səbir. Üçüncü, günaha batmamaqda səbir. Birinciyə baxaq, müsibətdə səbir. Ayə dedik. Əl-Bəqərə surəsi 155-ci ayə. Müsibətdə səbri bizə izah edir. Allah deyir, biz sizi biraz qorxu, biraz acılıq, biraz mal dövlət, insan və məhsul itkisindən sınayacaq. Səbir edənlərə müjdədir. Xoş o bəndən halına belə anda səbir göstərsin. Allah deyir, o mükafatını mən verəcəm. O bəndələrimə müjdədir. Biri də var, bunu başa düşürük. Bura yenə qayıdacam. İtayətdə səbir nədir? Həzrət Peyğəmbər buyuruyor, itayətdə də səbir var. İnsan baxın, Allaha itayət edərkən, namaz qılarkən, dua eləyərkən, hətta Allahdan hacət istəyərkən belə səbirsiz davranır. Dua eləyirsən Allaha, Allahla danışırsan, yenə də səbirsizlik olur orada. Səbir etmir insan. Allaha itayət bəzən bəzi insanlar üçün çətin olur. Demirəm hamı üçün, bəzən bəziləri üçün. Bəndə görsən, itayətdə tələskənliyə yol verir. Və yaxud, məsələn, vacibi namazdır, vacibi namazın vaxtını gecikdirir. Hətta belə olur ki, diqqət edin bu məqama. İnsan ibadət edir, namaz qılır, şeytan bu anda səni vəsvəsə edib dünya işlərini sənə xatırladır. Filan problemlər qalır, filan işləri görmək lazımdır. Bu işlər var. Bu işləri xatırlayanda insana bax, bəzən olur ki, tez, tələskən şəkildə namazı qılırsan, qaçırsan dünya işlərindən qalacaq. Bəzən dua da eləmirsən namazdan sonra.
Zikirləri belə eləmirsən. Dünya işləri qalıb, axı səni xatırladım, səni vəsvəsə eləyib. Səbirsiz bir şəkildə ibadət elədin, qaçdın. Və yaxud dünya işlərini yerinə yetirirsən, namazı saxlayırsan sonraya. Deyirsən, qoy dünya işlərini görüm. Ailəmin ruzisini təmin edeyim, namaz hələ qalıb da, vaxtına var. O bir şeytan vəsvəsəsidir. Axşama kimi var, qılarsan. Gedirsən dünya işində alınca, gəlirsən axşama kimi. Orada bir boşluq tapdın, deyirsən, Allahım, indi boşam. İndi gəldim sənin hüzuruna. Var dövlətimi yığdım, pulumu düzəltdim, indi gəldim sənin hüzuruna. Belə bir hal olur. Əslində, hədis deyir ki, səbirli olan şəxs belə bir məqamda nəfsini cilovlamalıdır. Öz nəfsinə qalib gəlməlidir. Nəfsi istəklərin qarşısına deyib sədd qoymalıdır. Və ibadəti doğru düzgün. Yəni, Allahın buyurduğu kimi eləməlidir. Tələsmədən və vacibi vaxtında yerinə yetirməlidir. Və yaxud, görürsən, insan övladı Ramazan ayıdır. Oruç tutur, susuzluq ona güc gəlir, deyir, dözə bilməm, gelir, orucunu açır. Və yaxud orucluq ayıdır, oruç tutubdur, görürsən, aclıq, susuzluq ona güc gəlir, da orucunu açmır, gedir insanların qəlbini qırır. İnsanları narahat eləyir, insanları incidir. Əksinə, insan belə hallarda səbr etməlidir. Öz nəfsinə qalib gəlməlidir, öz səbrini göstərməlidir. Allaha xatir, mən belə deyirəm, əziyyət deyil. Allaha xatir hər bir əziyyətə dözməlidir. Biz düşünürük ki, az qalmaq, susuz qalmaq əziyyəti əslində yox, ləzzətdir. Bizim düşüncə tərzimizdən deyirəm, belə əziyyətə dözməlidir Allaha xatir. Bu iş itayətdə səbirdir. Bir də var, günaha batmamaqda səbir. Dəhşəti bu deyir. İnsan nəfsi bilirsiniz də, çoxu zaman pisliyə, günaha meyillidir. İnsanı dartır. Ən əsası, üzr istəyirəm, şəhvətə meyillidir. İnsan nəfsi şəhvətə çox meyillidir. İnsan görürsən, zina ilə üz-üzə qalıb. Nəfsi istək, ondan tələb edir ki, get bu zinanı elə. Görürsən, insan səbirsiz davranır, nəfs onu üstəliyir, Allahın buyurduğunu unudur, gedir o zinanı eləyir. Səbir göstərmir, gedir günaha batır. Amma Allahı düşünən, Allaha aşiq olan neyniyər? Burada da nəfsini cilovlayar, deyər, yox. Allah mənə icazə vermir. Allah bu işi bəyənmir, Allah bu işi haram görür. Deyir, haramdır, eləmə bən də. Nəfsinə qalib gələr, günaha batmamaqda səbr eləyər. Ən bariz nümunə Həzrəti Yusuf. Xanım Züleyxa neynədir? Onu günaha sürüşləmək istədi, dedi, ya Rəbbəl aləmin, Həzrəti Yusufun duasına bax, dedi, ya Rəbbəl aləmin, mən nəfsimə qalib gələ bilmirəm, nəfsimi idarə edə bilməyəcəm. Bunun üçün səndən kömək istəyirəm. Nəfsdən danışanda demiş ki, əmmarə nəfsi, əmr edən nəfs daxı. Deyir, ya Rəbbim, səndən kömək istəyirəm. Allah ona kömək olur. Səbr eləyir, günaha batmamaqda səbirdir və mükafatı nədir? Allahdadır. Necə ki, Həzrət Yusufi əziz bir elədir. İndi, səbirdən ki, danışmışıq, çox danışmışıq da. Necə eləyək, yaxşı, səbirli olaq da. Hamı istəyir səbirli olsun. Bunun yolları nədir? Allah Teala bizə hədislərlə göndərib onun yollarını. Ki, necə eləyək səbirli olaq. Səbirsizlik harada yalanır? Ən çox sıxıntı anında. Problem anında. Ruzi olmayan anında insan səbirsiz olur. Və bu günün, bu dövrün, bu zamanın tələbi budur. Sıxıntı və ruzisizlik insanı səbirsiz eləyir. Bir bəla anında hədis bizə deyir ki, sıxıntılısan, müsibət var qarşında, bəla var başında, şikayət eləmə. Düşün, bu baş verməliydi, bu olmalıydı, yan keçə bilməzdi və oldu. Və bunu düşün. Və sonra buyurur, deyir, ey bəndə, sən ki səbr etməyə çalışacaqsan, sən səbr etməyə çalışdıqsa Allah sənə kömək olub, daha da səbir eləyəcək. Allaha sığındı. Deyir, o çətinlik ki gəlib, o sənə gələn çətinlik ən rəhimli tərəfindən sənə gəlib. Səni ən çox sevən tərəfindən sənə gəlib. Və o sənin halını bilir. Bu sıxıntı bizdə ki var, Allah görür onu. O bizim halımızdan xəbərdardır və özü bizə kömək olacaq. Özü bizi o sıxıntıdan qurtaracaq.
Səbrin ən gözəl açarını da deyim. Allahla dərdləşmək. Səbrin ən gözəl açarıdır. Allahla münazat eləsən. Sıxıntıları Allah bilir. Dediyi ki, Allah görür, hə? Biri də var, dilə gətirib Allaha deyəsən. Ya Rəbbər aləm, mənim bu sıxıntılarım var. Səndən kömək diləyirəm. Allaha sığınıb kömək istəmək lazımdır. Çünki Allah Teala özü buyurur da, mən bəndələrimə qaldıra bilməyəcək yükü yükləmərəm. Nəyə gücləri çatırsa onunla yükləyəcəm. Onunla sınaq eləyəcəm. Gözəl zəndə o. Çünki düşün ki, bu da keçəcək. Hər bir sıxıntı mütləq keçəcək. Heç bir sıxıntı qalıcı deyil. Hər bir şey üçün Allah bir dənə çıxış yolu qoyub. Hər çətinlikdən sonra da asanlıq gəlir. Allah vəd verir. İnsana ən çox təsəlli verən ayədir. İnsanı xoşbəxt eləyən ayədir. İnşirah surəsinin 5-ci 6-cı ayəsində. Fə innə məəl usri yusra, innə məəl usri yusra. Əhşət bir ayədir bu. Şübhəsiz, hər bir çətinlikdən sonra asanlıq gələcək. Və buyurur, asanlıq yalnız çətinliklə hasıl olar. Bir çətinlik görməlisən ki, o asanlıq sənə gəlsin. Yenə təkrar edir. Deyir, həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələcək. Buna görə də çətinliklərə deyir, səbirlə dözmək lazımdır. Səbir eləmək lazımdır. Sonra çətinlik anında deyir, tövbə et. Müsibət, bəla, sıxıntılar var, ha, günahların kəffarəsidir. Biz sadəcə deyirik, niyə belə oldu? Biz günah eləyəndə demirik, niyə bunu elədik? Xatırla nə qədər günah eləyirik? Mənim bir sözüm var, həmişə deyirəm, səhər durandan axşama kimi. Bir dənə xatırlasaq, nə qədər günahlar eləyirik? Sadəcə özümüzə təsəlli verir, bu günah deyil. Niyə günah deyil ki? Günahlarımızı xatırlayaq, tövbə eləyək. O bizi sıxıntıdan, çətinlikdən qurtaracaq. Unutmayaq, bu sınaq, bu çətinliklər bizi məhv etmək üçün gəlməyibdir. Bizim səbrimizi Allah yoxlayır. Necə bir qul olduğumuzu yoxlayıb və bizə göstərmək istəyir. Bunun üçün eləyir Allah. Sonra bəla, sıxıntı, çətinlik anında necə qurtulaq? Deyir, gecə namazı qıl. Gecənin zülmət vaxtı oyan, Allahla münazat elə, hər kəs yatır, sən dur. Dur Rəbbindən istə. Mümkün deyil ki, gecənin bir yarısı sən durasan, Allahdan nəsə istəyəsən, Allahdan kömək diləyəsən, vallahi billahi, mümkün deyil Allah sənə kömək olmasın. Bu mümkün deyil. Sən gecə namazı qılıb Allahdan hacət istəyəsən, mümkün deyil. Allah sənə hacətini qəbul eləməsin. Hədisdə buyuruldu, İmam Cəfər Sadiqdir, səhv eləmirəmsə, hədis kimi deyək. Amma dəqiqdir, səhih hədisdir. Deyir, kim ki, gecə namazı qılar, səhər durar deyər, ruzum yoxdur, yalancıdır. O qədər bax, bərəkətli bir gecə namazı, bərəkətlidir. Gözəllik elə bunda, da hamı yatır, sən durursan. Ya Rəbbim, vacib deyil ki, yox, gəlmişəm sənin özürü var. Hamı yatır, mən səninlə danışmağa gəlmişəm, dərdləşməyə gəlmişəm. Allah sənin dərdini dinləyir və sənin sıxıntılarını həll edir. Nə gözəl Allahdır. Allahın nemətlərini xatırla. Sıxıntı anındasan, Allahın nemətlərini xatırla. Aldığını yox ha, verdiyini xatırla. Biz aldığını xatırla, ya Rəbbim məndən bunu aldı. Bunu aldı, onu xatırlama. Bir dənə verdiklərinə bax. Gör nə qədər nemətlər veribdir. Bir də bax gör, o qədər nemət verib Allah bizə. Onun müqabilində biz neynəmişik Allaha? Bir dənə düşünək də özümüz üçün. Aldığını dərhal dilə gətirir, ya Rəbbim. Bu işi məndən aldın, bu xeyri məndən aldın. Yaxşı, Allah da deyir, o qədər vermişəm, neynəmirsən mənə? Nə iş görmüsən mənim üçün? Namaz qılmışsan, tələm-tələsi, özün üçün qılmışsan. O da mənim deyil. Hər nə eləyirik, özümüz üçün eləyirik. Sonra, bax, ən nöqtəsi budur. Özümüzdən daha pis vəziyyətdə olanların halına baxaq. Halımıza şükür eləyək. Və bu anda bunu düşündürən şeytan vəsvəsəsi gəlir. Əşi, özümdən aşağı niyə baxıram, yuxarı baxım da? Məndən yaxşı vəziyyətdə yaşayanlar var, mən niyə özümdən aşağı baxmalıyam? Elə ona baxım da, Allah görmür, məni də qaldırsın da o dərəcəyə. Niyə deyir bizi Allahdır, özümüzdən aşağı baxaq, özümüzdən aşağı baxaq? Bu imtihandır, ən ağır imtihandır. Çalışıb burada səbir göstərmək lazımdır. Çətin imtihan olacaq. Oradan keçdin, bu imtihanla dünyanın ən xoşbəxti sənsən.
Dünyanın ən bəxtəvəri sən olacaqsan. Hədis buyurur. Bu da hədisdir. Problem yaradan insanlardan uzaq gəzin. O insanlardır ki, daim üzündən negativlik yağır. Problem yağır. Belə insanlardan deyir uzaq dur. Çox gəzmə elə insanlarla. Həzrəti Peyğəmbərimizdən bir dənə hədis deyim sizə. Dəhşət hədisdir, vallah. Buyurur ki, Allah buyurur ki, deyir, bir bəndəmə bir bəla gəldi, bunu demişəm mən, deyir, bir bəndəmə bir bəla gəldi, çətinlik gəldi, sıxıntı gəldi, həmən anda, deyir, bəndəm ki, səbr eləsə, səbr göstərsə, mənə sığınsa, Allah deyir, hələ o məndən istəməmiş onun hacətini verəcəm. O mənə dua eləmədən onun duasını qəbul eləyəcəm. O ki, sıxıntıdaydı, o sıxıntını onun üzərindən götürəcəm. Bunun qarşılığında bir bəndəmə sıxıntı gəldi, bəla gəldi, çətinlik gəldi. Bəndən deyir, səbirsizlik göstərib, mənə deyil, bir başqasının qapısına qaçsa, səmanın bütün qapılarını onun üzünə bağlayaram. Allah bu qədər rəhəmlidir. Sıxıntı anında şeytan vəsvəsəsi birinci bizi insanların üzərinə qaçdırır. Get filan kəsə deyilən, filan kəs sənə kömək olacaq. Dua elə, nə bilim, duan nə vaxt qəbul olacaq? Oturub onu gözləyirsən, Məsələn, uşaq xəstədir. Get tez elə dərman almalısın, get filan kəsə deyilən, bu cürlə, vəsvəsədir bunların hamısı. Allah deyir, yox, sən bir dənə səbir göstər, mənə təvəkkül elə, hər bir işimi mən qaydasına qoyacam. Yox, getsən o qapıya, sən düşünürsən işin həll olacaq, səmanın bütün qapılarını bağlayıram sənin üzrə. Odur ki, bütün sıxıntı anında, çətinlik anında, şeytan vəsvəsəsi anında Allaha üst tut. Allahdan kömək istə, Allahdan səbir istə. Səbr eləsə, mütləq Allah tərəfindən mükafatı var. Vallahu yuhibbus sabirin. Nə gözəl ayədir? Allah səbr edənləri sevir. Allah səbr edən bəndələrə aşiqdir. Həzrəti Əyyubun qissəsi. Deyim, bitirin, qısacasını. Bilirsizdən nə qədər müsibət gəldi başına. Sonuncu nöqtə bir dənə gözlə işarə. Heç nə qalmayıbdır. Övlad gedib, ailə gedib, var dövlət gedib, sağlamlıq gedib, can ağrıyır, dözə bilmir. Allah Teala Sad surəsinin 44-cü ayəsində ayə ləzzət edir, xoşbəxtlik, fəxr hissi var bu ayədə. Allah buyurur ki, biz onu müsibətlərə səbr edən gördük. Necə də gözəl qul idi. Əyyub daima Allaha üz tutardı.